Salam dostlar. Bugün Siyetli ilə Ximmestoqda oynadığım bir oyunu sizinlə bölüşmək istəyirəm. Bu arada tək deyiləm, Gattonero tələbələrimdən biri ilənəm. O Type 71-dədir, mən də Siyetlidə. Çox maraqlı boylar sizi gözləyir. Axırında vəbşi gözəl hadisələr baş verir. Bəzi yerləri tez keçəcəm ki, sizin üçün də sıxıcı olmasın. Müəyyən yerləri sürətləndirirəm. Elə mənim kameramın baxış açısından sizə göstərirəm ki, yəni hər şey nə cür baş verdiyini başa düşəsiniz. Burada mən artıq görürəm ki, bizim YBR-in dəstəyə ehtiyacı var. Ona görə YBR-imizə vururam. Onların YBR-inə vururam ki, bizim YBR onu götürə bilsin. Düzdür, burada bizim YBR çox səhv oynayır, götürənmir onu. Bəlkə də bekası xarab olmuşdu ya da bilmədim necə oldu. Bu arada həmişə çıxdığım pozisiyalarla oynayıram. Ximmestoq həmişə buraya üstə, birinci bura gələm. Və bura gəlməyimin də səbəbi nədir? Kameranı dayandırmışım, biləsiniz. Ortadan bu hissədən keçən tankları və yaxud buradan çıxan tankları, buradan çıxan tankları və yaxud buradan indi göstərəmədim, buradan keçən tankları rahatlıqla görüb vura bilim deyə. O məni əlbəttə ki, FV dəşə bilməz, başlayandır. Yəni çox güclü başlayası var, istəyədiyini bilənlər bilir. Mən ona 560 verib, Razmen 265 damaq yeyirəm ondan. Burada ortada baza olduğu üçün 4 dəqiqədir zəxvat, ona görə heç tələsmirəm. Yəni 4 dəqiqə ərzində mən buradakı bəzi canları azaldıb o tərəfə keçə bilərəm deyə, yəni çox şeyə tələsmirəm. Biraz burada dala-qabağa edirəm, yəni. Artı da keçir orada. Biraz kadr tezləşdirirəm, çünki eyni pozisiyada durmuşam bir dəqiqədən, 2 dəqiqədən çox. Ona görə burada əvvəlcə istəyirəm ortaya gedim, ancaq getmirəm ortaya. Çünki riskli ola bilərdi, FV var qarşı tərəfdə, ona görə risk eləmək istəmədim. Burada mən çox dayanıram həqiqətən də. Burada FV-ni götürdüm Fugasla. Bu pozisiyada həqiqətən həddindən artıq çox dayandım. İstəyirdim o E3-ü də götürüm, amma artıq gözləmirəm. Ona görə pozisiyanı dəyişmək qərarına gəlirəm. Mən burada artıq görürəm ki, qarşı tərəfin qrili çox qabağa gəlib və zaxvatdadır. Onlara gedib o qrili artıq bu tərəfindən basmağı düşünürəm. Çünki artıq fikirləşirəm ki, burada çox güclü tanklar yoxdur. Kim var burada? FV var, 2 dənə qril, bir Projetto var. Yəni bu tərəfdən bassam daha çox əlverişli olacaq. Çünki məni deşə biləcəklərindən, yəni bilirəm ki, onlar məni deşməkdə çətinlik çəkəcəklər. Və burada Fugasa keçirəm və 800 damag vururam qarşı tərəfə. Bu, yəni bilirsiniz də, Is7-nin Fugası 640 deşir. Yəni normal uronu 640-dır. Və 800 plus 25%, yəni botda da belə bir qanun var ki, güllələrin uronu plus minus 25% çıxa bilər. Ya az 25%-dən, ya 25% az miqdarda çıxacaq, ya 25% çox. 640-ın da plus 25% elə maksimal 800. Burada ən maksimum istədiyim vura biləcəyi damağı vururam. Mən niyə bu şeylərlə oynayıram? Əgər görsəniz, bax bunu özümə elə branya kimi tuturam. Çünki o qaldadadırsa əgər, kumulativdirsə, o bunu deşib mənə güllə vura bilmir. Və yaxud Fugasla onu deşib mənə güllə sala bilmir. Ona görə mən buranla oynadım ki, o mənə gülləni deşə bilməsin, ya və yaxud çox az bir şansı olsun. Bu arada FV atdı mənə.
Mən artıq kartada fikir verirəm ki, digər tərəf basır FV və Y3. Mən burada əslində FV tərəfə də baxmaq istirdim. Biraz bu tərəfindən götürüb FV tərəfə basmaq istirdim. Görürsüz tankın üzünü çöndərmişəm. Lakin o FV öldürdüyünə görə artıq mən o tərəfə basmayacağam. Tankı düzəldib artıq Y3-ü öldürməyi özümə prioritet hesab eləyirəm. Ona görə Y3 səhvə yol verən kimi onu götürürəm. Yenə eyni pozisiya keçəcəm. Burada da Projektonun qabağa gəldiyini görürəm deyə istəyirəm ona hücum eləyim və onu biraz incidim bu pozisiyada. Bu arada bu boyu mən canlı yayında eləmişəm. İstəyənlər girib baxa bilər. Burada hətta bir pozisiya var ki, Artucu məni boğaza yığır. Burada mən Projekton vurmaq istəyəndə Arta atır. Mənim Aglişeniyə düşürəm. Ona görə vurmaqda biraz çətinlik çəkirəm. Mən burada Y100-ə köməyə gedirəm. Bəzi fraqmentləri tezləşdirirəm. Çünki əsas maraqlı yer qabaqdadır. Mən burada niyə belə tam vurmaq istəmirəm? Çünki Projektonun qəribə bir branyası var. Bəzən vurursan deşmir. Məndə də BP olduğu üçün, yəni çox vaxt belə vurursunuz, görürsünüz ki, deprobil verir. Ona görə gözləyirəm ki, tam yanını versin. Və rahat vurum onu. Probitem %100 olsun. Projektonun çox anormal bir branyası var. Belə yoxdur əslində branyası, amma bəzən BP-ləri kumulativ yox, BP-ləri rikoşet verir. Burada açıq deyim, biraz risk eləyirəm. Risk deyil, yəni çıxsa öldürəcəm onu, amma vurmuram onu. Burada Y100 ucu məni sıxır qabağa doğru. Biraz incidir məni, oynamağıma məşət eləyir. Mən Artanı gözləyirəm ki, FV-ni götürsün, ondan sonra rahat hərəkət eləyəcəm. Və Arta götürəndən sonra mən rahat oyun oynamağa başlayıram. Vallahi biraz tez keçsin. Bu pozisiyada durmağımı mən sizə izah edeyim. Niyə burada durdum? Burada üzü belə duracam. Yercə də burada mən işarə verirəm ki, üzü bu tərəfdən dur, o tərəfə bax. Yəni arxan onsuzda, bura məndə. Və mən burada dururam ki, buradan çıxan, bu hissədən çıxan tankları və yaxud buradan kimsə gəlsə, yəni bu və bu üç liniyaya nəzarət edin. Və bilirəm ki, məndə info var ki, mənim vızvod yoldaşım dedi ki, onlar canları azdır. Bir dənə UDS-in canı çoxdur. Və T57 də, Batsa da one-shotdular. Ona görə mən bu pozisiyada duram ki, əgər buradan kimsə çıxsa, mən onları bir udara vurum, öldürüm. Və yaxud UDS çıxsa, onu biraz canını azaldım, incidim. Y100-ə də mən burada hətta işarə verirəm, Y100 birazdan üzünü çöndərib bu tərəfə baxacaq. Deyirəm, sən o tərəfə bax və mən bu tərəfləri nəzarət edeyim. Bax, burada Y100 artıq bax, infonu verdim, Y100 üzünü çöndərir və mən burada eyni pozisiyada dururam. Aha. Oyunun ən maraqlı yeri buradadır. 1 versus 5 qaldım. Yəni 1 nəfərə 5 nəfər protivdədir. 6800 damaqdayam. Və qarşı tərəfdən 57 heyvi var, UDS var. Batçatın yerini bilmirəm və artaların yerini bilmirəm. Artaların təxmini yerlərini bilirəm ki, buralardan atırdılar artalar. Buradan bir arta atmışdı mənə və Batçat da oradan bizim bir hansısa tankda götürdü. Və mən bilirəm ki, artaların Batçat buradadır, amma 92 dəqiq yerini bilmirəm. Amma Batçatın burada buralarda olduğunu dəqiq bilirəm. Və fikrimcə
92 də buralardadır. Ona görə mən bu şey anqarın içi ilə oynayıram ki, biraz özümdə save olsun. Və çalışdım ki, gəlinə qədər o UDS-i əridim. Və burada arxadan Batçat gəlir. Burada bir şans əsəri, yəni şansım gətirir ki, burada məni deşə bilmir o. Üzümü tez çöndərəm, deşə bilmir. Və burada mən üzümü niyə Batçata çöndərdim, UDS-ə çöndərmədim. Batçat barabandır, daha təhlükəlidir. UDS-dən yenə yəni bir rikoşet alıb ya bir deşməyib şansım var sağ qalmağa. Amma Batçat 4 gülləsi var və məni rahatlıqla öldürə bilər. Və mən sadəcə burada biraz üzümü çöndərəm, UDS-i qorxutmağa çalışıram. Əslində üzümü çöndərəm ki, Batçat çıxsın səhv eləsin və burada həqiqətən də Batçat səhv eləyir. Mən üzümü çöndərəm ki, Batçat çıxsın məni öldürsün və səhvə yol versin. Elə də olur. Batçat UDS üstümə basır və Batçat mən UDS-ə baxırdım. Batçat üstümə çıxanda mən sıraz onu öldürürəm ki, məni yəni öldürüm onu. Vurmaqsın. Burada açığı deyim, biraz həyəcan yaşadım, amma qorxmadım imeni bu pozisiyada. Çünki bilirdim ki, UDS məni deşənməyəcək. Burada düzdür, özüm də mən onu bir dəfə deşənmirəm. Yəni deşənmirəm onu bir dəfə. Burada biraz taranlaşmağım UDS-dən yaxşı oldu ki, canı azaldı. Bir hardasa 60-dan çox canı azaldı. Burada güllə atmıram. UDS-ə gedirəm. Güllə atıram, birdən UDS çıxar. Ona görə. Çünki əsas UDS 447 canı qalıb. Fulldu. Burada bu arada UDS burada, Arta arxada və 57-də burada 3 tərəfdən artıq mühasirəyə doğru gedirəm. Onda görə mən birini məcbur götürməliyəm deyə 57 Xeyvini götürüb qabağa basıram. Çünki UDS məni bu pozisiyadan deşə bilməz. Göstərim sizə niyə. Kamera biraz uzağa getsə göstərəcəm. Nəysə getmir. Nəysə getmir və bu yəni başa düşdünüzdə bu məni qoruyur. İmенно buradakı bu hissədəki daşmı deyim, zibil yığını məni qoruyur. UDS-ində alçaq olduğu üçün məni görmür rahat. Artıq 2 artandan təkbəkək qalmışam. Mən burada niyə qabağa düşdüm? Riski birdən 92 anqarın içinə girər deyə ehtiyat eləyirəm. Özü burada 2 artandan qalmışam. Burada alfam girmir. Fuqasım yox idi. Fuqas gözləyirdim. Fuqasım yox idi. Alfam girmədi 92-yə. Burada da bəxtim gətirdi açığı deyim ki, 92 məni vuranmadı. Yəni tələssə açığı deyim bəlkə də, yəni vura bilməzdi. Çünki çox tələsdi 92. Orada Navodkanı yığmağa harca 3-4 saniyə çəkir. Onda da mən elə bildi ki, yığacam. Həqiqətən də yığırdım. Yığıb ona güllə ata bilərdim rahatlıqla. Burada da mənim bütün oyunumu ortada zəhər eləyən Batçat Arta vurdum, öldürdüm. Mən sizə oyun sonlarını paylaşmaq istəyirəm. Bir saniyə. Oyun sonlarını qoymamışam açığı deyim. Oyun sonlarında da fikir verirsiniz ki, burada yəni bir çox medalı almışam. Deməli 10 fraq Pula, 8 fraq Paskucci və əsasdakı 1 versus 5 Kalabanov. Voin, nə bilim digər medallar da artıq normal sadə medallardır. İkinci statistikanı da göstərim sizə bir saniyə yoldaşlar. Yəni ikinci statistika. Biz bu vod yoldaşım biraz məni pis vəziyyətdə qoydu. Az damaqla çıxıb, amma oyunda mənə çox dəstək oldu. Qarşı tərəfin nə qədər canı qaldığını, nə qədər olduqlarını hamısı mənə izah elədi. Digərinə də keçim sizə göstərim.
da üçüncü. 8800-dən var. Yəni ziyandayım 49 min ya 50 min ziyandayım. Belə. Bura qədər izlədinizsə təşəkkürümü bildirirəm. Minnətdaram yoldaşlar.